Bugün işğaldan azad olunmuş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina partlayıb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyi birgə məlumat yayıb. Məlumata görə kişi və onun övladları minaya düşüblər. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Təbibdən bildirilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər, 2 nəfər kişi, 1 nəfər isə qadın Bərdə rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1983-cü il təvəllüdlü kişi aşağı sağ baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin olunub, hazırda vəziyyəti ağırdır. 2012-ci il təvəllüdlü qıza hər iki aşağı tərəf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü azyaşlı oğlana isə hər iki aşağı ətrafın və qarnının ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozu təyin edilib. Hazırda müalicələr davam etdirilir. Vəziyyətləri stabildir.